20 yanvar 90-cı il hadisələri haqqında dünya mediası nə yazırdı? Bu günün xatirəsini nəzərə alaraq bu mövzunu araşdırdım və sizlər üçün 5 jurnal və qəzeti nəzərdən keçirtdim. Bunlar Financial Times, Washington Post, New York Times, Los Angeles Times və bir də Le Monde qəzetinin başlıqları idi. Ümumi ssenari bundan ibarətdir ki, ilk başda skeptik yanaşırlar, düşünürlər ki, Qarbaçov haqlıdır, o haqlı olaraq qoşunlar yeridi və sonra isə bunu bir qətilyam olduğunu və qara yanvar olduğunu adlandırmağa başlayıblar. Və burada Los Angeles Times'da Yusif Səmədoğlu'nun müsahibəsini gördüm və Financial Times'da isə Elmira Qafarovanın bir sözü orada keçir ki, bəs bunların günahkarı Qarbaçovdur. Və əslində bu da maraqlıdır, yəni tarixi geri çevirib bu mövzulara baxmaq və ən əsası da bu kimi hadisələrdə informasiyanın azadlığının və Azərbaycan xalqının o blokadada olduğu üçün öz dərdini xaricə ötürə bilməməsini rahat şəkildə görmək olur. Amma məlumat sızdıqca artıq o qəzet və jurnallar da Azərbaycan haqqında bizim tərəfimizdə müəyyən qədər də olsa xəbərlər dərc ediblər və analizlər veriblər.